Çox nəticəsi. Suallar varsa, var suallar. Yaxşı bir iki dənə. Benim bilsən cavab verəm. Bidət əhli deyir ki, bilmədən soruşur verəm. Bidət əhli deyir ki, sahabələrdən İbn Abbas bidət əhlilə görüşüb, danışıbdır. Bunu dəlil olaraq gətirirlər ki, yəni bidətçinin oturub danışmaq olar. Dəlil gətirirlər İbn Abbası. Aydındır. Yəni bidət əhli, bəziləri oturur. Bidət əhli, bəziləri İbn Abbasın sözünü gətirirlər ki, İbn Abbas getdi xavaricdən yana. Yox, birinci sələflərdən deyən olmuş ki, bidət əhlindən oturun. Yəni, mənhəc kitablarında, İmam Əhmədin sünnəsində və s. kitablarda, orada hamısında qeyd olunur ki, usul kitablarında ki, bidət əhlini tərk eləmək. Bəli, İbn Abbas getdi, mən bir dənə söz dedim, çıxışda da, dedim, faydası olacaqsa. İbn Abbas iştihad elədi ki, birdən faydası olacaq. Doğrudan da faydası oldu, 2000 nəfər qayıtdı. Bəzi tarixçilər qeyd edir, xavariclərdən o məclisdə. Amma İbn Abbas, Əli ibn Əbi Talib israr edir ki, tərk elə, gedinə. Çünki xainlər, öldürərlər, sahib. O dəlil deyil. O dəlil deyil. Var, usul. Bilirsiniz ki, arkadaşlar, bir dənə şey var da. Var, əhlüsünün usulu var. Məsələn, əhlüsünün deyir ki, var, belə, bu yol, belə elə, belə elə, belə eləmə, belə eləmə. Bu üçün ümumi qaydadır gedir. Birdən kimsə alimlərdən nəsə deyir, bu üsulla düz gəlmir və ya edir, bu üsulla düz gəlmir. Belə halda biz bu üsulu, bütün bu yolu, bu alimin sözünün üstə gətirməyik. Biz alimi gətirəcək bu yola. Aydındır, yozacaq bu alimin sözün bu yola görə. Yəni, problem nədədir? Məsələn, əhlüsünün üsulu var. Birdən kimsə çıxır alimlərdə nəsə deyir, bütün üsulu qoyurlar, bu alimin sözü götürürlər. Budur problem, olmaz. Məsələn, tutaq ki, alt məsələdə, hətta birdən təhlükəli məsələlər olsa, məsələn, birdən alim Maide Suresi 44-cü ayəni desə, təfsilat vermirsə, deməsə ki, halal görürsə. Şüvar eləmək olmaz. Əhl-i sünnə də budur ki, halal görürsə də kafir olur insan, hakim. Bütün üsulu götürüb, o alimin sözünün yozacaq, yox. O alimin sözünü aparacaq oranla yozacaq. Aydındır, ona görə ola bilər, sahabenin əməli hüccət deyil, ayrıca mövzular damısı, nə vaxt sahabinin sözü hüccət olur və s. əməli hüccət olur və s. Yəni, o dəlildir, o dəlildir. Bidət əhlinə oturmaq, xüsusən də oturmaq olar, o da bilən adamlar, o da faydası olacaqsa. Yoxsa tərk eləmək, misalda çəkdimsə, bu məsələ olmasa da, alimlər hətta tərk şəhbənbaz, rahim Allah. Xavariclərin ammanda, xavariclərin muftisi çağırırdı ona, dedi ki, birbaşa televizorda birbaşa olsun, mübahisə eləyək. Şəhbənbaz tərk elədi onu. O da mənə şəhbənbaz acizdir və s. Sadəcə, onu heç kəs tanımır. Çox vaxt görürsən, məsələn, kimsə çıxır, o məşhurlaşır. Onun hətta müxaliflər deyirlər, bu filan kəslə danışıb, başlayırlar onun dərslərini yaymağa, deyirlər. Bundan qabaq heç kəs onu tanımırdı, dərslərini də yaymırdılar, onu belə baxırdılar. Nədir o sələfi alimlə danışıb nəsə, məşhurlaşır və müxaliflərin arasında özündə hörmət qazanır. Bu belə olur. Ona görə Şeyh bin Baz, rahiməhullah, çıxmadı ondan. Düz dedi ki, qorxdu, nə, sürəcələr. Fikirləmək lazım və müxaliflərinə danışır. Yəni, çünki ne üçün onu heç kəs tanımırdı. O çıxsaydı Şeyh bin Bazla, rahiməhullah, amma onu tanıyacaqdı. Başlayacaqlar, adamlar ayrı bilmirlər. Heç bilmirlər Şeyh bin Bazla onu nə danışacaqdı. Sıralı adamlar. Deyər ki, başlayacaqlar onu qulaq asmalar. Ona görə dini qorumağın səbəblərindən biri bidət əhlindən danışmamaq. Bir də Şeyh, İbn Abbasın, yenə İbn Abbasdan sualımız, nikah məsələsində siğəni halal görmək məsələsində deyir, gec tövbə edilmi, yoxsa sonda tövbə edilmi, bunu biraz gətirirlər şübhəli bir də. Yəni, sanki o tövbə eləmir, sanki belə. İbn Abbas radiyallahu tövbə elədiyi dəlil çatandan sonra. Sahabələr bilirsiniz, məktəb deyildi ki, məsələn, gəlirdin səhər, saat məsələn 2-yəcən, hər dərs 45 dəqiqə, tənəffüz 15 dəqiqə. Hələ deyildi, yəni məktəb kimi deyildi, bu cür formada deyildi. Sahabələr həyatdan sürürdülər, eşidirdilər, çox vaxt Peyğəmbər imkan olunda, Peyğəmbər sallarsan yanında otururdular, eşidirdilər. Lakin hərdən olurdu, bəzi sahabələr eşitməyiblər o hədisi. Hətta Ömər, hətta Əli və ya məsələn, Əli ibn Əbi Talib ona Allah deyənləri yandırırdı. Artıq gör nə qədər vaxt keçir.
yandırırdı. İbn Abbas deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allahın əzabını əzab verməyib. Bilmir də hədisi, eşitməyib yəni. Yəni, həmişə Peyğəmbər sallallahu aleyhi ve sellem yanında olan olmur, baxsaqdır. Olan olub, çox vaxt olan olub, hə. Lakin onlar da görürsən hərdən, olmayan vaxtı birdən Peyğəmbər sallallahu aleyhi ve sellem nəsə deyirdi. Ona görə, ola bilər İbn Abbas nəyisə bilmiyor. Hətta Ömər ibn Xattab, hətta Əbu Bakır və ya Osman, elə sahabi yoxdur ki, bütün hədisləri bilir. Bütün hədislərdən xəbəri var diyor. Xüsusən də Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra, xüsusən də Ömərin vaxtında ki, İslam dövləti böyüdü, sahabilər ayrıldılar və hamısı bir yerdə yaşamırlar ki. Ona görə bəzi sahabilər nəyisə bilirdi, bəzi sahabilər bilmirdi. Lakin məlum olan kimi dərhal haqqı tuturlar. Onun gibi İbn Abbas da həmçinin. İbn Abbas da siğə, bilirsiniz ki, siğə haramdır. Siğə haramdır. Həm Quranla, həm sünnət. Sadəcə səfərdə çətinlik bir var idi, Peyğəmbər sallallahu aleyhi ve sellem icazə vermişdi. Sonra Mədinəyə qayıtandan sonra haram gördü. Sonra bir də belə, yenə o səfərdə oldu icazə. Yəni, siğənin icazələrinə fikir versək hədislərdə, hamısı səfərdə oldu, çətinlikdə. Sonra Mədinəyə qayıtanda haram etdik. Mənə axırıcı da haram edəndə 2 dəfə halal edilib, 2 dəfə halal edilib, sonra haram edilib. Dedi ki, qiyamətəcən haramdır. Qiyamətəcən haramdır. Və təbii ki, o adamlar ki, siğə deyirlər, onların özlərinin kitablarında yazılıb haramdır. Lakin qəbul eləmirlər. Deyirlər, o rivayətlər ki, deyir ki, haramdır, təqiyyə edir imanı. Və həmçində siğənin olardı mövləyə var. Bu hamısı haram yox, siğə haramdır. Məsələn, bu söhbətə bu işməyə girdikcə adam dəhşətlərə gəlir. Ahmet müəllim, bu dəstəmazda ardıcıllıq şərti, məsələn, biri gəlir. Deyənlər var. Dəstəmazda ardıcıllıq şərti deyənlər var. Sual belədir ki, qəsdən biri gəlir, yəni insan cahil deyil, əhkamları bilir. Lakin insan gəlir qəsdən bilə-bilə, əhkamları bilə-bilə. Başlayır ayağından başlamağa dəstəmaza və başqa əzaları yumağa. Yəni, yox, bütün əzaları normal vəziyyətdir. Bəli, qəsdən. Yəni, ağlı yerindədir. Ağlı yerindədir. Səhihdir dəstəmaz. Yox, dəstəmaz səhihdir, batildir. Çünki qardaşlar başı deyir, səhihdir bu dəstəmaz. Sünnə odur ki, birinci əllər yolur, sonra Allah Teala buyurur ki, Ya eyyuhellezine amanu idza kuntum ila salati fagsilu vujuhakum. Bəs ortadan başlasaq? Ortadan da düzgün deyil. Yox, bilirsiniz, biri var, birdən çaşır. Qəsdən. Qəsdən deyirsə müxalif. Elmli adam, alimdir. O elm deyil. Məsələn, qəsdən eləsə olar? Yox, olmaz. Çünki qardaşlar deyir ki, o dəstəmaz ardıcıllıq şərtdir. Yox, kim deyir onu? Dahilə də yoxdur da ayaqdan başlamaq. Yox. Bəs ortadan başlasaq? Ortadan məsəl üçün əlin yumuyub, başlayıb məsəl üçün qolundan başlayıb yuyub. Düzgün deyil. Dəstəmaz batil deyil. Düzgün deyil. Batil də gəlir, davamlı belə eləsə, bilə-bilə eləsə batil. Bilə-bilə. Dəstəmazı şərt. Ardıcıllıq şərt görə alimlərə görə batildir bu. Düzgün deyil. Yəni, sünnəndə fokus sözündən çıxalsın, fantaziyalar, fəlsəfəli. Çünki Abu Hənifənin məsəlində var belə ki, dəstəmaz. Hətta olsa belə, Abu Hənifə alimimizdir, lakin olsa belə, haqq Abu Hənifədən, Şafiidən, Albanidən, Bilmazdan üstündür. Aydındır. Sünnədə gəlib ki, dasınız belə anlayın. Burada fokus eləmək üçün böyle şeylər, lazımdır artıq şeylər. O zaman nə çaşdırırsan? Bir də elə bir ki, aydındır. 31 gün indi həmrəlik kimi adlandırılır, bəzi də yeni kimi də. Soruşurlar ki, deyirlər ki, biz yeni kimi yox, həmrəlik kimi belə kimi qeyd edirik. Bir də deyirlər ki, məsələn, tətil günlərdə şəhərdən rayona, rayondan şəhərə gələnlər var da, həmən günlər ki, o pişintidən zətlərini qoyurlar. İndi də buna yemək olar mı yəni? Yəni, onların fərqin, yəni ki, yemək bilirsiniz, qardaşlar, bu bayramlar ki var, bunlar neçə cürdür. Var insanlar hansısa münasibətlə edirlər. Var bayramlar ki, hansısa dinlə bağlıdır, əqidənlə bağlıdır, aydındır qardaşlar. Yəni, fərq var. Təbii ki, dinlə, əqidənlə bağlı olan bayramlar daha problemlidir, daha təhlükəlidir. Amma qaldı ki, məsələn, hansı münasibətlə və s. Onlar təbii ki, birinci kimi deyil, lakin onlardan da imkan varsa qarışmasın. Yemək məsələsi yemək. Yemək ölçəyi, məsələn, tutaq ki, aş pişirirlərsə, aş halaldır, aş haram deyilsə. Sadəcə məqsəd o məclisdə iştirak eləmə, onu qeyd eləmə. Aydındır, məsələn,
bu yeni ilə baxanda əslində bu bütpərəstlərin bayramı əvvəl, hətta xristianlar idi, sonra Romalılar xristianlığı qəbul edəndə onlar bu yeni ili fırlatdılar. Dedilər ki, İsa'nın gör ki, Cerajdenisidir, ad günüdür, yəni doğulan günüdür. Amma xristianlar özləri ixtilaf edirlər. İsa'nın doğulan günü, həftəsi, ayı, ili, aydındır. Ona görə hətta onlar da, məsələn, katoliklər bir neçə gün qabaq edirlər ad günü. Sonra pravoslavlar başqa gün edirlər. Hamısı 31 elənir xristianlar. Hər halda bu adət, yəni bizim dinlə deyil, necə adətimizlə də deyil. Sadəcə indi belə olur da, Bolşeviklərin vaxtında, lənətullah, olan vaxtında bizə deyilib bu, gedirik. Sonra tam açılması inşallah. Hələm bir xəbər yoxdur. Dua edin. Tıqamız verir. Sübh namazında azanla iqamə arasında bir zikir var. Ya Hayyu, Ya Qayyum, La ilahe illallah. Belə olmalıdır. Bugünkü ilmi kitabında gəlir səhvlərimizə. Bunun təsiri də fərqlidir. Bu səhihdir bu zikir. Təsiri yoxsa nə? Tələffüzü? Təsiri fərqlidir, yəni fərqli təsiri, yəni yaxşı təsiri. Təsiri, hə? Təsiri, bəli. Ya Hayyu, Ya Qayyum, La ilahe illallah. Belə olmalıdır. Bəli. Azan iqamə arası. O zikir səhihdir. O səhiyini bilmirəm. Bilmirəm səhiyini, Allah'ım. Məsələn, elm dərsləri olanda, ümumiyyətlə tələbələrin dərsləri olanda, orada da qardaşlar məsəl üçün işan namazını qılırıq, belə bir ki, fərzin zikrini eləməmiş, ayağa durub gəlirik tez bıraq. Düzgündür, yəni zikirləri oturub eləmirik, tez bıraqasırıq. Yəni, qardaşlar deyir ki, biraz tələsirlər, hətta zikirləri tərk edirlər. Yox, tərk edirlər tamamən, yoxsa gedə-gedə zikir görür. Bəziləri tamamən, bəziləri gedə-gedə. O da yadda qalmır, onu da eləmir. Yadda qalmır, nə tər gəldə edirsən zikiri? Yox, hələ yoxdur. Hələ olmasın. Sakit əlhamdülillah namazları qılın, zikirləri deyin gəlin. Əlhamdülillah, rahat onsuz da qardaşlar gələndən sonra dərs başlayır və ya qardaş kimsə başlamaq istəsə deyən gözlər, qardaşlarımız gəlsin. Əlhamdülillah, lazımdır. Lazımdır. Zikirləri deyin, əlhamdülillah, rahat. Aydındır. Düşür. Bir də Müslümanların gətirir ki, onlar bir də amma bir olurlar. Onlar Allah izzətdir. Biz bu barədə şübhə gətirirlər. Yəni Osmanlıları Osmanlılar dəlil gətirirlər. Allah izzətləndirir onları. O Lakin Allah izzətləndirdi, sonra zəlillədi. Olur ki, onlar Allahın dinindən uzaq düşdü. İbrət axırdadır. Sonu saxlayın mən də baxayım. O da dindən tərk eləmişdilər. Və başqa problemlər. Sual verir. Bilirsən, bir evə sonradan gəlsən, orada ad günü çıxır. Sonradan gelirsən, sən o bəzi mən alimlər ad günü, yəni dəqiq yadımda da hansı alimdir ki, məsələn, olmaz da ad günü aid yemək, hətta Ola bilər bəzi alimlər məsələn disində belə şərt ki, çəkilmək üçün. yəni sırf getdin Düzdür, evə belə iştirak edin. yeməyin özü haram deyil. Sadəcə məclisdə oturmaq. Amma belə məsələn, tutaq ki, sənin evindir. Evimizdə edirlər. Sən hərdən görürsən, bəzi qardaşlar evində edirlər belə şeylər. Sən neyin yeyəsən? Az qalacaqsan belə. Düz də o məclisdə iştirak edirəm, amma sonra götürüb çörəyi yeyinəm. Yəni eləməmək şərt. Yox, belə. Yeməyin özü haram deyil. mən bilirəm sən. Gözünün məsələ var. Yeni alimlərdən İndi onlarda elə gözünə alimlər elə bir mühəndislər elə bir şeylər saçmalar verirlər ki, yəni elə şeylər üstündən verirlər ki, indiki yeni alimlər ona bidət deyirlər. Məsələn. Yəni qardaş deyir ki, məsələn, görsən bəzən əvvəlki alimlər nəyəsə sünnədən görür. İndiki müasir alimlərdən bidət deyən var. Bu ola bilər. Ola bilər, məsələn, o sünnə deyən alim, əvvəlki alimlər, məsələn, ola bilər, hədisi səhih görür və ya zəif hədisi zəifliyin şiddətli görməyib, ona görə qəbul edib ki, bu əməl nə hansı əməl sünnədir. Lakin sonradan alimlər cəm eləyəndən sonra hədisin bütün yolları məlum olur ki, hədis zəifdir və ya, məsələn, hətta uydurmadır, məsələn. Onlar deyiblər bidətdir, sübut olunmuyor bu əməl. Bu olur, normal anlamda.
hərdən oraya da tutaşı İmam Malikdən. Olur. Hətta bu Hənifə, Şafi, İmam Əhmədin fikirləri olur, görürsən ki, zəif hədisi istimal edirlər. Olur belə. Ancaq alimlər Yəni, heç bir alim indiyəcən ta Peyğəmbər salsan vaxtından, sahabələrdən sonra indiyəcən hər şey bilməyiblər ki. Bütün hədisləri əhatə edilməyiblər, heç bir alim. Görürsən ki, məsələn, alimdir deyib, lakin səhv edib, məsələn, xəta edib. Olur üçün Abba Hanifə, olur üçün Malik, olur üçün İmam Əhməd və ya başqaları. Mənim marağıma oldu ki, biz yeni alimlər o hədisləri onlardan götürürlər. Yeni alimlər sadəcə nə deyil? Yeni alimlər bəli hədisləri onların nəqillərindən olan kitablarına götürürlər, həmçinin başqa kitablardan. Ancaq ki, ola bilsin, onlarda olmuyor bu kitablar. O yollar, sənədlər. Olur belə. Yəni, alimlərin səhvləri, əlhamdülillah, olan kamilliyindəndir. Həmçinin səbəblər var. Ne üçün səhv ediblər, s. Mənim bir dənə sual verim. Əhl-i-Sünnənin üsulunu təyin edir ki, filan məsələ Əhl-i-Sünnənin üsulunda bu cürdür. O üsul necə təyin olunur? Əhl-i-Sünnə üsulu, yəni necə təyin edir? Quran-Sünnə əsasın. Quran-Sünnə və sahabələr əsasın. Götürülür ki, bu icmadır, belə olub, belə qəbul olunur və salam. Nöqtəsində öyle oldu ki, mühürün bir çatım. Ki, bu da qutardı, bu bizim yolumuzdur. Bir də şeyh, sən nəsə deyirdin? Biraz həddi aşmış qardaşlarımız var ki, onlar deyirlər ki, İqamət müəllim bu cəmiyyətlər ki var idi, İxvanla cəmiyyəti, onlar deyir, bilirdi, lakin demirdi, sonradan beğənlədi onları. Tövbə eləməlidir. Tövbə də eləməlidir. Yəni cəmiyyətləri mən bilirdim ki, onlar hizbidir, ya yalanlar. Daha doğrusu elə deyil, daha doğrusu deyirlər ki, Şeyhin bu 84-cü, 85-ci ildən deyilmiş bu haqda. Bu məsələn... Mən sadəcə bilmirəm. Lakin bilən kimi tərk elədi. Allah sənə. Yəni, problem deyil. Biz o zəndəyə Allah'a. Əsas odur ki, sən bilmirsən. Lakin biləndən sonra tərk elədi. Yəni, problem bilsən nədir? Bilirsən, qalırsan, müdafiə edirsən, gedirsən, o da problem. Problem olur. Onda ishal eləməlisən, müdafiə edirsən, bilə-bilə o məsələn, hansı cəmiyyəti yırsan, onda problemdir. Ona ehtiyac var tövbəyə. Amma adam sən bilmirdir, bilən kimi tərk elədi Əsələn, nə var ki olur? Əlhamdülillah, ehtiyac yoxdur tövbəyə. Tövbə lazım olsa eləyəm, problem yoxdur, amma belə buna görə yoxdur da. Evdə oğru giribsə və o oğrunu evdə tuta bilmisənsə, bayıra qaçmaq, onu öldürmək olar. Konstitusiyada belə bir şey, öldürsən, yəni sənə günah şey yoxdur, tutma yoxdur. Özü müdafiə edirsən. O öldürsən. Bəs şəriətə görə bu necədir məsələ? Şəriətdə də əgər evdə oğru girib, əgər səni öldürmürsə, özünü müdafiə edə bilərsən. Öldürmür səni, sadəcə malı italan edir. Yox, öldürmür. Öldürmür, verir məhkəməyə. Amma belə məsələn, səni öldürmək istəsə, özünü müdafiə edib öldürə bilərsən. Ancaq öldürmək istəsə. Axırıncı sual. Namazda səcdə ayətləri oxunandan sonra ruku eləmək olar, yoxsa birbaşa səcdə etməyə lazımdır? Namazda səcdə ayətləri oxusan, onda səcdəyə get, imkanlar. Mütləq səcdəyə inşallah. Əgər imamsansa, tək qılırsansa, Yox, tək qılamayacaq. Səcdəyə get, Allah şükür, get səcdəyə. 3 dəfə Subhan Rabbil Ələ. Sonra Allah şükür, qalx, sonra davam elə, sonra gedir rüküyə. O belə. Yaxşı, Allah razı olsun. Salam aleyküm, Allah aleyküm. Hə, getmə.